Keçən dəfəki videomuzda readinglə, yəni oxuma qabiliyyəti ilə bağlı danışmışdım. Sadəcə olaraq orada daha ümumi məsləhətlər vermişdim və ümumiyyətlə reading oxumaq niyə vacibdir sualına cavab vermişdim. Bu dəfəki videoda isə readingi necə eləmək lazımdır, hansı spesifik məsləhətlər daha önəmlidir, bununla bağlı danışacağam. Birincisi ondan başlayaq ki, düzgün mətn seçimi çox vacibdir. Düzgün mətn seçimi deyəndə nəyi nəzərdə tuturam? Yəni elə mətn seçməlisiniz ki, o sizə maraqlı olsun. Yəni keçən dəfə də dediyim kimi, indiki dövrdə nəsə oxumaq, uzun müddət fokuslanmaq çox çətindir. Ona görə elə bir mətn seçməlisiniz ki, o sizə həqiqətən maraqlı olsun ki, siz axıra qədər onu oxumağa hövsələniz çatsın. Yəni əgər tutaq ki, futbolla maraqlanırsınızsa, futbolla bağlı bir məqalə oxuya bilərsiniz və yaxud sevdiyiniz müğənni, aktyor, aktrisa fərqi yoxdur. Hər hansı bir mövzu ilə maraqlanırsınızsa, o mövzu ilə bağlı mətn seçsəz sizin üçün daha yaxşı olacaq. İkinci bir məsələ, bütün sözləri, oturub öyrənməyə məcbur deyilsiniz o tekstdə. Yəni misal üçün siz tekst oxuyanda qabağınıza onlarla söz çıxa bilər ki, onun mənasını bilmirsiniz, amma oturub bir-bir hamısını öyrənməyə ehtiyac yoxdur. Yəni qabağınıza lüğət qoyub, nəsə məqalə, kitab oxumaq çox da, necə deyim, məqsədə uyğun deyil. Çünki, onsuz da oradakı sözlərin heç də hamısı sizin tez-tez qarşılaşacağınız sözlər olmayacaq. Ona görə də çalışın belə bir, üsulla oxuyun. Misal üçün, əgər ümumi mətni başa düşürsünüzsə, sadəcə bir sözü bilmirsinizsə, rahatlıqla ötürə bilərsiniz. Çünki böyük ehtimalla əgər onsuz da sizə çox lazım olacaq söz siz tez-tez qabağınıza çıxacaq və görsəz ki, artıq bir söz həddən artıq çox qabağınıza çıxır, o sözü hə, misal üçün öyrənə bilərsiniz. Və yaxud misal üçün oxuyarkən görsəz ki, başa düşmədiyiniz bir söz bütün cümləni və bütün mənanı başa düşməyinizə problem yaradır. Həmin sözü misal üçün oturub lüğətdə baxa bilərsiniz, amma yoxsa hər sözü bir-bir oturub lüğətdə baxmağa ehtiyac yoxdur. Üçüncü bir məsələ, oxumanın iki cür növü var. Bir, ümumi mənanı başa düşmək üçün oxumaq, bir də detalları başa düşmək üçün oxumaq, listening-də olduğu kimi. Yəni burada da, tövsiyə edirəm ki, birinci siz ümumi mənanı başa düşmək üçün oxuyasınız, sonra keçə bilər, əgər vaxtınız varsa, sonra keçə bilərsiniz detalları yavaş-yavaş başa düşməyə. Yəni, əsas dediyim kimi, sizin qarşınızdakı məqsəd ümumi mənanı başa düşməkdir. Vaxt qalarsa, sonrakı mərhələdə artıq detalları da yavaş-yavaş başa düşməyə başlayarsınız. Bu xüsusən də, dili akademik məqsədlər üçün öyrənənlərə vacibdir, hansılar ki, gələcəkdə IELTS, TOEFL kimi imtahanlar götürəcəklər. Belə, ümumi və xüsusi olaraq, verdiyim tövsiyələr bu qədər. Əgər videolarımı bəyənirsinizsə, səhifəmi bəyənməyi və YouTube-da kanala abunə olmağı unutmayın və əgər bunun kiməsə faydalı olacağını düşünürsünüzsə, dostlarınızla paylaşın, tövsiyə eləyin. Çox sağ olun.